Salam uşaqlar, deməli bugün tozlama mövzusunu izah eləyəcəm sizə. Çiçəkli bitkilərdə tozlama, çiçəkli bitkilərdə mayalama prosesinin getməsi üçün erkəkçiklərdə yaranan tozcuqlar mütləq dişiciyin ağızcığına düşməlidir. Həmin bu erkəkçik tozcuğunun dişiciyin ağızcığına düşməsi prosesi tozlanma adlanır. İki cür tozlanma vardır. Öz-özünə tozlanma və çarpaz tozlanma. Öz-özünə tozlanma nədir? Bir çiçəkdə olan erkəkçik tozcuğu həmin çiçəkdəki dişicik ağızcığına düşməsi öz-özünü tozlama adlanır. Yəni eyni bir çiçəkdir. Bütün proses özü-özünü tozlandırırsa, yəni başqa bir çiçəyə ehtiyac yoxdursa, bu öz-özünə tozlama adlanır. Öz-özünə tozlanan bitkilərin həm dişiciyi, həm də erkəkciyi olan ikicinsi çiçəklər olur. Yəni, öz-özünə tozlamanın getməsi üçün müəyyən şərtlər lazımdır. Erkəkcik və dişicik eyni vaxtda yetişməlidir, ikicinsi çiçəklər olmalıdır və erkəkcik dişicikdən yuxarıda yerləşməlidir ki, niyə yuxarıda yerləşməlidir? Baxın, bu şəkilə fikir versəz, burada bu hissə, yəni bunlar erkəkciklərdir. Bunlar həmin bu dişicikdən yuxarıdadır. Yəni buradakı tozcuqlar bunun içinə tökülə bilsin deyə bu şəkildə, yəni ona görə də, yəni rahat tökülməsi üçün bunun içərisinə bunlar belə yuxarıda yerləşməlidir. Aha. Deməli, ondan sonra ikincisi olduğunu dedik. Erkəkçik və dişiciyin yetişməsi eyni vaxtda oldu və erkəkçik dişicikdən yuxarıda yerləşdi. Öz-özünə tozlanan bitkilərin çiçəkləri, belə deyək də, əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlama çiçək açılmazdan əvvəl qapalı çiçəkdə, pambıq, kənaf, kətanda isə tozlama çiçək açıldıqdan sonra baş verir. Bu hissəyə mütləq diqqətli yanaşın, bunu testə salırlar. Və bir də ki, bunu da deyim ki, sizə belə bir sual verilə bilər ki, testlərdə. Deyər ki, hansı öz-özünə toplanan bitkilərdə təbii yolla çarpaz tozlana da bilər? Yəni, əslində öz-özünə tozlanan bitkidir, amma o təbii yolla çarpaz da tozlana bilər. Yadınızda saxlayın, pambıq, kətan, kənaf. Burada, yəni, qapalı çiçəkdə tozlanma, daha doğrusu, çiçək açıldıqdan sonra tozlama gedən bitkilər, pambıq, kənaf, kətanda. Niyə? Çünki bunlarda tozlama çiçək açıldıqdan sonra getdiyinə görə başqa bir bitkinin çiçəyi də, tozcuğu da gəlib bunun dişicik ağızcığına düşə bilər. Amma məsələn, digərlərində çəltikdir, vələmirdir, noxuddur. Bunlarda açılmazdan əvvəl getdiyinə görə, zaten o açılmazdan əvvəl gedib də bağlıdır axı çiçəkləri. Heç bir kənar bitki onu tozlandıra bilməz. Mayalandıqdan sonra açıldığına görə bunlarda mümkün deyil. Amma pambıq, kənaf, kətanda mümkündür. Çarpaz tozlanma bir bitkinin çiçəyinin erkəkçik tozcuğunun digər bitkinin çiçəyinin dişiciyin ağızcığına düşməsinə çarpaz tozlanma deyilir. Ən başda bunu qeyd edim ki, ən qədim tozlanma üsulu çarpaz tozlanmanın bir hissəsi olan küləklə tozlanmadır. Ən qədim küləklə tozlanmadır. Nə vaxt yaranmışdır? Devon dövründə yaranmışdır. Çılpaq toxumlarda yaranmışdır. Ən qədim hansı oldu? Küləklə tozlanma oldu. Nə vaxt yarandı? Devon dövründə, kimlərdə? Çılpaq toxumlarda yaranmış oldu. Deməli, bu tozlanmaya təbiətdə daha çox rast gəlinir. Belə bitkilərdə dişicik və erkəkçiklər əksər hallarda müxtəlif vaxtlarda yetişir. Dişicik adətən erkəkçikdən yuxarıda yerləşir. Çarpaz tozlanmanın da bir neçə forması mövcuddur. Küləklə tozlanma, həşəratla tozlanma və suni tozlanma. Küləklə tozlanma dedik ən qədimi idi. Əlvan çiçək yanlığı olmur. Yəni ehtiyac yoxdur da, zaten küləklə tozlanacaq. Yəni bunların belə deyək, əlvan bir çiçəklərə ehtiyac yoxdur ki, nəsə bunu cəlb eləsin. Küləyin belə deyim də cazibəyə ehtiyacı var ki, ona görə də əlvan çiçək yanlığı olmur. Çiçəklər ətirsiz olur, görkəmsiz və nektarsız olur. Bu üsulla tozlanan bitkilərin erkəkçik sapları adətən uzun olur. Zəif küləkdən onların tozcuqları ətrafa səpələnir. Belə bitkilərin əksəriyyətində tozcuqlar çoxsaylı, quru və yüngül olur. Deməli, hansılar oldu? Qovaq, söyüd, çovdar, palıd, toz ağacı, qarğıdalı kimi bitkilər küləklə tozlanan bitkilərdir. Sonra həşəratla tozlanma. Həşəratlarla tozlanan bitkilərin çiçəklərində adətən həşəratları cəlb edən nektar və tozcuqlar olur. Çünki yəni burada artıq cəzb etmək önəmlidir. Çünki nəsə bunu cəzb etsin ki, həşəratdır da, yəni həşəratların sanki cəzb olunmağa ehtiyacı var da. Yəni həşərat onu cəzb etməsi üçün nektarlıqlar, tozcuqlar, əlvan çiçək yanlıqları olmalıdır. Nektar şirin dada malik şiri olub, xüsusi vəzlər olan nektarlıqlarda ifraz edilir. Onlar adətən çiçəyin daxilində, əsasən ləçəklərinin dibində yerləşir. Həşəratlar çiçəyə qonub nektar sovrarkən bədəndə yapışan tozcuqların bir çiçəkdən digərini ötürür. Həmin o nektarlıqlar çiçəyin dibində, dib hissədə yerləşdiyinə görə
o həşərat o nektarı almaq üçün biraz çabalayır da, yəni çünki dərin tərəflərdə də o çabalayanda o tozcuqlar onun bədəninə yapışır və həmin o həşərat bir çiçəkdən başqa çiçəyə qonanda tozcuqlarını da aparır öz bədəni ilə və bu zamanda mayalama prosesini asanlaşdırır. Deməli, həşəratla tozlanan bitkilərin çiçəkləri adətən iri olur. Niyə? Həşəratı cəzb eləyə bilsin deyə, həşərat onu yaxşı görə bilsin deyə. Əgər çiçəklər kiçik olarsa, onda qruplarda toplanır. Həşəratla tozlanan bəzi bitkilərdə xaşxaş və lalədir ki, çiçəklər əlvandır, amma onların nektarı olmur. Bu bitkilər onların tozcuqları ilə qidalanan böcəklər tozlandırırlar. Ətirli tütün və gecə çiçəyi kimi bitkilərin çiçəkləri gecələri açılır, onlar gecə həşəratları tərəfindən tozlandırılır. Çiçəklərin adətən ağ rəngli ləçəkləri və ətri həşəratları cəlb edir. Günə baxan Astra, Georgin kimi bitkilər və həmçinin meyvə ağaclarının əksəriyyəti həşəratla tozlanır. Yaxşı tozlanmış bitkilər də bol məhsul verir. Son olaraq suni tozlanma. Suni tozlanma insanlar tərəfindən aparılan tozlanmadır. Adətən yeni bitki sortlarının yaradılması, bitkilərin məhsuldarlığının artırılması məqsədi ilə istifadə olunur. Yəni əsasən 11-ci sinifdə tanış olacağıq seleksiya dərsində. Burada mütləq bilirsinizmi hissəsinə də baxacaqsınız, tapşırıqlara da baxacaqsınız. Orqanizmlərin cinsi çoxalması. Deməli, örtülü toxumlarda cinsi çoxalma necə gedir? Çiçəyin yaranması ilə əlaqədardır təbaşür dövründə. Onun çoxalmada iştirak edən əsas hissəsi erkəkcik və dişicikdir. Bu orqanlarda mürəkkəb proseslər gedir və cinsi çoxalmada iştirak edən cinsi hüceyrələr yaranır. Tozcuğun və rüşeym kisəsinin yaranması. Erkəkcik tozluğunda hüceyrənin bölünməsi gedir və nəticədə tozcuq yaranır. Elə bir mitoz bölünmə gedir. Bir dənəsindən ana tozcuqdan 4 dənə tozcuqlar yaranır. Tozcuğun xarici qatı dişicik ağızcığına ilişmək üçün girintili, çıxıntılı və ya tikancıqlı olur. Dişiciyin yumurtalığının daxilində yumurtacıq inkişaf edir. Yumurtacığın miqdarı müxtəlif bitkilərdə müxtəlif olur və yadınızda saxlayın. Yumurtacığın miqdarı toxumun miqdarına bərabərdir. Əgər bir bitkidə sizə neçə dənə toxum vardır desə, o qədər, yəni nə qədər yumurtacıq varsa, o qədər də toxum vardır deməkdir. Buğda, arpa, çovdarda bir ədəd, xaşxaş və lalədə isə minlərlə yumurtacıq olur. Hər bir yumurtacığın üzəri örtüklə örtülmüşdür. Onun içərisində rüşeym kisəsi inkişaf edir. Rüşeym kisəsinin daxilində yumurta hüceyrə, mərkəzi hissəsində də mərkəzi hüceyrə əmələ gəlir. Çiçəkli bitkilərdə mayalanma prosesi. Deməli, dişiciyin ağızcığı şirəli olduğundan buraya düşən tozcuq ona yapışır. Və bir şey qeyd edim ki, tozcuq borusu olanlarda mayalanma üçün suya ehtiyac qalmır. Yəni su lazım deyil. Çünki zaten onların içərisində olan spermlər tozcuq borusu ilə hərəkət edir. Suya ehtiyac olmadığına görə, yəni tozcuq borusu olanlarda su mühiti ilə mayalanmağa ehtiyac yoxdur. Deməli, o tozcuq hüceyrəsi şişərək cücərir, uzun nazik tozcuq borusunu əmələ gətirir. Tozcuq hüceyrəsi vegetativ, bunu yəni mayalanma dərsində zaten 9-cu sinifdə daha ətraflı yazılıb orada. Mayalanma, 2 qat mayalama prosesi necə gedirsə, qısaca belə danışım ki, vegetativ, generativ nüvələr əmələ gəlir. Həmin o vegetativ nüvə tozcuq borusunu əmələ gətirən nüvədir. Generativ nüvə isə spermləri əmələ gətirən nüvədir. Tozcuq hüceyrəsi dedikdə vegetativ nüvədən söhbət gedir. Tozcuq borusu sütuncuqdan yumurtalığa doğru uzanır. Tozcuq borusunda 2 ədəd erkək cinsiyyət hüceyrələri generativ nüvədən spermlər əmələ gəlir. Onlar tozcuq borusu ilə rüşeym kisəsinə gətirilir. Spermlərin biri yumurta hüceyrə, digəri isə mərkəzi hüceyrə ilə birləşir. Yumurta hüceyrə ilə birləşən rüşeym əmələ gətirir. Mərkəzi hüceyrə ilə birləşən isə endospermi əmələ gətirir və mayalanma baş verir. Çiçəkli bitkilərdə belə mayalanma 2 qat mayalanma adlanır və ilk dəfə 1898-ci ildə Navaşin tərəfindən kəşf edilmişdir. Dediyim kimi, yuxarı siniflərdə bu daha aydın yazılıbdır. O zaman daha aydın və dərin izah eləyəcəm. Və burada şəklə də mütləq diqqət yetirin. Meyvə və toxumların əmələ gəlməsi. Yumurta hüceyrə və spermlərdən birinin birləşməsi nəticəsində yaranır zigot. Zigotun bölünməsi nəticəsində toxumun çox hüceyrəli rüşeymi yarandı. Mayalanmış mərkəzi hüceyrə bölünərək toxumun endospermin əmələ gətirir. Endospermdə rüşeymin qidalanması və inkişafını təmin edən ehtiyat qida maddələri toplanır. Mayalanmadan sonra yumurtacıqdan toxum əmələ gəlir. Bu dövrdə yumurtalığa qida maddələri axır və o yetişmiş meyvəyə çevrilir. Yumurtalığın divarından toxumu qoruyan meyvə yanlığı yaranır.
Deməli, indi isə çox hüceyrələri heyvanların cinsi çoxalmasına baxaq. Cinsi çoxalmaya heyvanlarda da rast gəlinir. Onlarda da cinsi çoxalmadan əvvəl cinsi hüceyrələr, yəni qametlər yaranır. Heyvanların erkək cinsi hüceyrələri erkək cinsi orqan olan toxumluqda meydana gəlir və spermatozoid adlanır. Toxumlu bitkilərin erkək cinsi hüceyrələrinə spermlərdən fərqli olaraq onlar hərəkətlidir və qamçılara malikdir. Yəni spermlə spermatozoid başqa şeydir. Yəni başqa şeydir deyəndə ikisi də düzdür. Erkək cinsi hüceyrələrdir, amma spermatozoid qamçılı, sperm isə qamçısızdır və qamçılı olduğuna görə spermatozoid hərəkətlidir. Dişi cinsiyyət orqanı olan yumurtalıqlarda da yumurta hüceyrə yaranır. Bu hüceyrə iridir və hərəkətsizdir. Adətən hərəkətsizdir. İçərisində çoxlu qida maddələri olur. Cinsi çoxalma zamanı qametlərin birləşməsi nəticəsində də mayalanma baş verdi, ziqot əmələ gəldi, ziqot da bölünür, çox hüceyrəli rüşeym əmələ gətirir. Cinsi çoxalmanın qeyri-cinsi çoxalmadan üstünlüyü bəs nədir? Odur ki, yaranan orqanizmdə hər iki valideynin əlamətləri olur, irsi müxtəliflik yaranır, mühitin dəyişən şəraitinə daha yaxşı uyğunlaşma təmin edir. Burada tapşırıqlara mütləq baxarsınız. Toxumun cücərməsinə gələk. Toxumun cücərməsi üçün su, hava və istilik lazımdır. Belə bir sual yarana bilər ki, necə olub torpaq yazmayıblar olar? Xeyr. Yəni heç də bir toxumun cücərməsi üçün imenli, mütləq, yəni torpaq lazım deyil. Çünki torpaq olmasa belə adi suyun içərisində və ya yəni belə deyim də suyun içərisində torpaqsız da cücərən toxumlar var da. Adi məsəl üçün səməni əkəndə, səmənini siz torpağa əkmirsiniz ki, boşqabın içərisində pambıq qoyub o şəkildə də əkirsiniz və o cücərə bilir. Toxumların cücərməsi üçün də çoxlu miqdarda amma hava tələb olunur. Hava mütləq lazımdır. Ona görə də bu toxumlar suyun içində cücərmir. Çəltik və pişik quyruğu kimi bitkilərin toxumları isə cücərmə üçün tələb olunan oksigeni suda həll olunmuş şəkildə olan havadan da ala bilir. Yəni çəltiklə pişik quyruğu suyun içərisində cücərən toxumlardır. Çəltik nədir? Çəltik düyüdür. Yəni ola bilər çəltiyi düyü adı ilə də qoyarlar. Yəni bunu çaşdırmayın. Çəltik düyüdür. Toxumlar müəyyən temperatur şəraitində cücərir. Məsələn, çovdar, noxud və buğda bitkilərinin toxumları 3 dərəcə Selsiyə qədər, əksər bitkilərin toxumları isə yalnız 10-15 dərəcə və daha yüksək temperatur şəraitində cücərir. Və cücərməzdən əvvəl ilk proses toxumların su udaraq şişməsidir və hər bir noxuddur, qarğıdalıdır, darıdır. Bunların su udma dərəcəsi var. Noxud toxumları öz çəkisi qədər, qarğıdalı toxumları öz çəkisinin yarısı qədər, darı toxumları isə öz çəkisinin 1/4 qədər su udma qabiliyyətinə malikdir. Bu məsələlərdə düşə bilər, ona görə də diqqətli olmalısınız. Bəzən uzun müddət saxladıqda və ya çox qurutduqda rüşeym belə deyək də zədələnir. Belə toxumlar şişsə də cücərmir. Yəni ki, bir toxumun cücərməsi üçün onun su udub şişməsi lazımdır. Sonra rüşeymin zədələnməməsi lazımdır. Rüşeymin artıq zədələnməsi zərərvericilərin və kif göbələklərinin təsirindən də baş verə bilər. Deməli, toxumun cücərməsi üçün ilk növbədə onun rüşeymi zədələnməməlidir. Sonra toxumun əkilmə dərinliyi var. Toxumlar tərkibindəki ehtiyat qida maddələrinin miqdarından və torpağın xüsusiyyətlərindən asılı olaraq müəyyən dərinlikdə əkilməlidir. Əgər toxum iridirsə, böyükdürsə, dərinə əkməlisən ki, zaten iridir, üstə qalmasın da çıxmasın. Kiçik toxumlar isə torpağın səthinə daha yaxın əkirlər. Bəzən çox dərinə əkilmiş toxumlar yaxşı tənəffüs edə bilmədiyindən boğulur və cücərtilər məhv olur. Amma toxumları torpağın səthinə çox yaxın da əkmək olmaz. Çünki günəşin şüaları həmin toxumu yandıra bilər. Çünki torpağa çox yaxındır, az qala da toxum görünür. Ona görə günəşin yandırıcı şüalarının təsirindən quruya bilər. Cücərtilərin qidalanması və böyüməsi. İnkişafın ilk dövrlərində rüşeym endosperm hüceyrələrində və ya özündə toplanmış ehtiyat qida maddələrlə qidalanaraq Deməli, cücərtilərin qidalanması və böyüməsi. İnkişafın ilk dövrlərində rüşeym endosperm hüceyrələrində və ya özündə toplanmış ehtiyat maddələri ilə qidalanaraq böyüyürdülər, sonra cücərtiyə çevrilirdi. Və rüşeymin inkişafı onun hüceyrələrinin bölünməsi və böyüməsi hesabına gedir. Lobya toxumu cücərdikdə əvvəl toxum qabığı dağılır, sonra rüşeym kökçü inkişaf edir və özünü torpağa bərkitmiş olur. Bundan sonra rüşeym gövdəciyi boy atır və öz ləpəsini və xırda tumurcuğunu torpağın səthinə çıxarır. Tumurcuqdan lobyanın yarpaqlı yerüstü gövdəsi inkişaf edir. Noxud və bəzi başqa bitkilərin rüşeym gövdəciyi zəif inkişaf etdiyi üçün onun ləpələri torpaqda qalır, yerüstü zoğu isə rüşeymin xırda tumurcuğundan inkişaf edir. Torpağın üzərinə çıxan cücərtinin sonraki inkişafı da fotosintez hesabına gedir. Yəni artıq torpağın üzərinə çıxıbsa, günəş işığı düşə bilər də, buna elə deyil. Fotosintez prosesi həyata keçirməklə sonraki inkişafını tamamlayır. Burada tapşırıqlara mütləq baxarsınız.
Sonra heyvanlarda böyümə və inkişaf. Yeni orqanizmin inkişafı. Heyvanlarda mayalanmış yumurta hüceyrə ana orqanizmində, bəzən isə ondan kənarda inkişaf edir. Yumurta hüceyrədə adətən yeni orqanizmin ilk dövrlərində qidasını təmin edən ehtiyat qida maddəsi sarılıq olur. Sürünənlərdə, kərtənkələ, timsah, tısbağa və quşlarda yumurtalar sarılıqla daha zəngindir. Heyvanlar adətən öz yumurtalarını onların inkişafı üçün əlverişli şəraiti olan yerlərə qoyurlar. Bir də bir şey deyəcəm. Bunu yadınızda saxlayın. Bu əslində 11-ci sinif mövzusudur, amma indidən belə az-az demək yaxşıdır ki, sonra yuxarı siniflərə keçəndə həmin daha yaxşı biləsiniz və məlumatınız olsun. Deməli, yumurta sarılıq çox olanlarda yalnız rüşeym diski bölünür. Məsələn, quşlarda sarılıq o qədər çoxdur ki, onlarda yalnız rüşeym diski bölünür. Amma yumurta sarısı az olanlarda isə bütöv bölünmüş olur. Bunu da yadınızda saxlayın. Həşəratlar öz yumurtalarını yarpaqlara, gönçələrin üzərinə, suyun, peynin içərisinə qoyurlar. Məsələn, peyin böcəyi. Balıqlar və qurbağalar yumurtalarını, kürülərini suya tökür. Sürünənlər isə yumurtalarını torpaq və quma bastırırlar. Yumurta xaricdən qabıqla mühafizə olunur. Ətraf mühitin temperaturunun təsiri ilə bu yumurtalarda balalar inkişaf edir. Məməllərin yumurta qoyan və kisəli məməllərdən başqa. Rüşeymi dişinin xüsusi orqanı olan balalıqda inkişaf eləyir. Baxın, bu cümlədən nə başa düşdünüz? Deməli, məməllərin hamısında rüşeym balalıqda inkişaf etmir. Məməllərin hamısı diri bala doğmur. Yumurta qoyan və kisəli məməl, məsələn, yumurta qoyan məməllər yexidnadır. Məsələn, bunlarda ördək burundur. Bunlar yumurta qoyur. Yəni balalıqda inkişaf eləmir. Həmçinin kisəli məməllərdə də o şəkildədir. Belə inkişaf bətin daxili inkişaf adlanır. Rüşeym bətin daxilində ətraf mühitin təsirindən daha etibarlı qorunur. Və heyvanlarda fərdi inkişaf. Heyvanlarda fərdi inkişafa baxsaq, indi məsələn bu cinsi yolu çox olan heyvanlarda fərdi inkişaf mayalanma ilə başlayır. Fərdi inkişaf şərti olaraq dövrlərə bölünür. İlkin inkişaf dövrü, orqanizmin formalaşması və böyüməsi dövrü və yetkinlik, qocalıq dövrünə bölünür. İlkin inkişaf dövrü nədir? O ziqotun bölünməsi ilə başlayır. Nəticədə çox hüceyrəli rüşeym yaranır və sonraki inkişafda onun hüceyrələrindən yeni orqanizmin toxuma və orqanları meydana gəlir. Məsələn, burada ziqot verilibdir, parçalama mərhələsi verilib, çox hüceyrəli rüşeymlər əmələ gəlib. Ziqotdur, blastomeləri parçalanıb, sonra çox hüceyrəli rüşeym formalaşıbdır. Orqanizmin formalaşması və böyüməsi dövrü. Yumurtadan çıxdıqdan və doğulduqdan sonra rüşeymdən sonraki dövr başlayır. Onun ilk mərhələsi orqanizmin formalaşması və böyüməsidir. Bu dövrdə heyvanların inkişafı iki yolu gedir. Düzünə və dolayı inkişaf. Düzünə inkişaf nədir? Buğumayaqların bəzi nümayəndələri, sürünənlər, quşlar, məməllər üçün səciyyəvidir. Əgər nəsil öz valideyninə oxşuyursa, lakin ondan kiçik ölçülü olması ilə fərqlənirsə, bu düzünə inkişafdır. Bu inkişafda sürfə mərhələsi olmur. Düzünə inkişafda sürfə mərhələsi olmur. Dolayı inkişafda amma sürfə mərhələsi vardır. Dolayı inkişaf nədir? Digər heyvanların inkişafında sürfə mərhələsi olur və sürfə yetkin fərdə oxşamır. Belə inkişaf dolayı inkişafdır. Bir çox həşəratlarda və qurbağalarda müşahidə edilir. Və dolayı inkişaf özü də iki yerə bölünür. Tam dolayı inkişaf, natamam dolayı inkişaf. Tam dolayı inkişaf 4 mərhələdən ibarətdir və yadınızda saxlayın ki, tam dolayı inkişafın olması üçün pup mərhələsi olmalıdır. Yəni, dolayı inkişafın natamam olanı yumurta, sürfə və yetkin fərd mərhələsi, tam olanı isə yumurta, sürfə, pup, yetkin fərd. Yəni, tam olması üçün onun pup mərhələsi də olmalıdır. Son olaraq yetkinlik və qocalıq dövrü. Orqanizmin formalaşması və böyüməsi dövründən sonra cinsi yetkinlik dövrü başlayır. Bu dövrdə heyvanlar aktiv olaraq çoxalırlar. Cinsi yetkinlik dövrü qurtardıqdan sonra qocalıq dövrü başlayır. Bu dövr sonda bioloji ölümlə nəticələnmiş olur. Mütləq baxarsınız. Burada tapşırıqları da gələn dərsdə inşallah canlı orqanizmlərin məskunlaşması və yayılmasını izah eləyəcəm. Sağ olun.